محمد وآل محمد. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وإلى روح المرحوم المغفور المعلوم وإلى أرواح المرحومين المغفورين المبرورين المنويين cemiyen şehitlerimizin ruhları şad ve bil-Fatiha. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina siratel mustakim. Sıratellezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yu'lad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah rahmet eylesin. Bugün 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Əkbərov Vüqar Seyidoğlu'nun 5-ci il dönümüdür. Bizler de her zaman olduğu kimi Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq şəhidimizin ziyarətindeyiz. Ailənin yanında olmağı özümüzə borç bilirik. Allah hər birinə uzun ömür, can sağlığı versin, atasına, anasına, Allah doğmalarına səbir versin. Ay xəstə düşən çatmışsan, ay Vüqar. Can Vüqar, can. Sen kömək olmadı, ay Vüqar. Ve sen onun torpağını aldın, ay tabbara. Oy tezleymedin anam canına kurban, ay balam, ay balam, ay balam, ay balam. Başımda hamsi yadımdan çıxıb. Hamsi Vüqar yadımdan çıxardım. Neneler yadımdan çıxıb. Hepsi de yadımdan çıxıb valla. Elinde bir dağ kork yedim. Can aylar. Can aylar. Senin çaban canım. Ay balam, ay balam, ay balam. Gel ay balam, ay balam, ay balam. Hasan'ın nesin, zanlısı. Çok neler. Rahat olmak vallahi. Sadık kurban oldu Hacı Ay Vüqar. Ona da neler kurban, ay Vüqar, ay Vüqar. Şehidlere kurban. Tüm şehit analar, dertlerinize kurban. Vay kömək olan gününüze kurban. Hay balalarımızdan, balalar, ay balalar, ay balalar. Həqiqətən ağırdır, burada söz demək, təsəlli etmək, hamısı qəlbi odlu analardır, qəlbi yaralı analardır. Allah səbirlərini versin. Həqiqətən çox çətindir, səbir düzüm diləyirik yine də. Allah böyükdür, Allah öz onlara kömək olsun, səbir düzüm versin. Çox çətindir onlar üçün. Oy dertlerinize kurban. Hamısı eyni Şehit balalarımıza kurban anaları. Seni tez zeymetini, her şeyini kurban deyirəm sahibi var. Ancak seniniz tez zeymetini qəbullanabilmirəm. Ay Vüqar, ay Vüqar. Anan ölsün. İş yerinden gel alın gibi dəvət elədi. Oy, o geldim iş yerinde seni görmeyende, kuru şeklini görende, ondan ölürüm ay. Sen hayat yaman. Rahmanirrahim. Yusabbihu lillahi ma fis semavati ve ma fil ardi. Melikil Kuddusil Azizil Hakim. والذي بعث في الكتاب والحكمة
وإن كانوا من قبل لفي ضلال مبين وآخرين منهم لما يلحقوا بهم وهو العزيز الحكيم ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم مثل الذين حملوا الأموات شافع الله ما بيننا وبينهم بالخيرات وإلى روح المرحوم المغفور المعظوم وإلى أرواح المرحومين المغفورين المغفورين المنبيين بحق محمد وآله وبالفاتح اللهم صل على محمد وآل محمد. Gördüyünüz hər biri Tovuz igidlərinin əmanətləridir. Tovuz qəhrəmanlarının qəhrəman valideynləridir. Allah hər birinə uzun ömür, can sağlığı versin. Allahdan onlara səbir diləyirəm, röşənlik diləyirəm. Onlar hər biri də bir qəhrəman valideyndir, qəhrəman qardaşdır, qəhrəman analarımız, bacılarımızdır. Gördüğünüz balaca igid də vüqarımızın adını daşıyan bir oğuldur. Allah adına layiq, ölkəmizə layiq, vətənimizə layiq bir evlat kimi yetişdirsin. Atasına, anasına layiqli olsun. Bizlərə, xalqına, dövlətinə yararlı bir igid bala olsun. Atalı, analı böyüsün. Xoşbəxt olsun gələcəyin inşallah. Bugünkü günde şehit analarına, şehit atalarına minnettarlığımı bildirirəm. Məni tək qoymadınız, məni tək qoymadınız. Şehitler bizim gurur yerimizdir. Şehitler bizim baş tacımızdır. Her zaman bizim qəlbimizdə şehitlerimiz yaşayacaq. Neçə ki Azərbaycan xalqı var, Azərbaycan dövləti var, şəhidlərimizə hər zaman dəyər verirlər. Bugünkü gündə hərbi hissədən daxili qoşunun əməkdaşları, polis əməkdaşları, Vahid müəllim, Azim müəllim təşəkkürümü bildirirəm. Sizlərə burada bütün iştirak edən hər bir vətəndaşa təşəkkür edirəm. Buna görə ki, siz bugün her zaman şehrimizde değer verirsiniz. Ona göre her birinizə teşekkürüm ki, siz analardan, siz atalardan, siz vətəndaşlardan həmişə şəhidimizə değer verirsiniz. Bütün şəhidlərə Allah'tan rəhmət diləyəm, qazilərə can sağlığı. Ali Baş Komandana Allah ömür versin. Her zaman bize dəstəkdir. Bütün Azərbaycan xalqı her zaman bize dəstəkdir. Bu dəstəyə görə bütün xalqımıza öz minnətdarlığımı bildirirəm. Bizim devletimiz bütün dünyada tanıdıldı. Bütün devletler tanıyır. Bizim bayrağımız her zaman Azərbaycanın her qarşısında dalğalanacaq da. Bir daha hamınıza teşekkür edirəm, minnətdaram. Analar sizlər var olun. Her zaman bizimle birgəsiniz. Dilnaz xanım bizim birliğiyle Allah bize daim eləsin. Sizin de əziyyətiniz çoxdur. Hər zaman bizi nəzərdə saxlayırsınız. Hər zaman bizim vətəndaşlıq bizə qayğı borcumuzdur. göstərirsiniz. O qayğıya görə də sizə təşəkkür edirəm. Sağ olun hamınıza. Allah sizlərə ömür versin. Allah sizlərə səbir dözüm versin. Balaca igid də bayaq qeyd elədən vüqarımızın adını daşıyandır. Vüqar baladır. Atalı, analı böyüsün. Ürəyiniz vüqarınızdan sevinsin. Gələcəyə xoşbəxt olsun inşallah.
Allah şəhidlərimizə rəhmət eləsin. Bu qarbalamızın da onun kimi. Allah atasına, anasına səbir versin. Cənnət məkan olsun. Amin inşallah. Cem şehitlerimize rahmet eylesin. Bu karbalamızı da kardeşim deyərdim çünkü təxminin yaşda. Allah rahmet eylesin, ruhu şad olsun, valideynlerine Allah səbir versin. Amin. Allah rəhmət eləsin. Allah valideynlərinə səbir versin. Ruhları şad olsun, məqamları uca olsun. Allah səbrinizi versin. Həcəlimizin də ruhu şaddır bugünkü gün, çünki o torpaqlar azaddır, qisas yerdə qalmayıb. Nənə buyur, qurban olaram, ay nənə. Şəhidlərimizin yeri cənnət olsun, məqamları ucadan uca olsun. Döyüşdülər, vuruşdular, özləri qayıtmadı. Yeriniz cənnət olsun, ay balalarımız. Bütün şəhidlər, nənələr. Cəm şəhidlərimizin ruhu şad olsun. Allah ailələrinə səbir versin. Amin inşallah. Buyur, qəhrəman Cavid anası Səringül ana. Mekanı cennet eləsin. Qarbalamızın timsalında cem şehitlerimizin bir neçə gün öncə bütün ölkəmiz bayraq gününü qeyd elədi, Zəfər bayramını qeyd elədi. Zəfəri bizə yaşadan Vüqar və Vüqarın timsalında qəhrəman balalarımızdır, qəhrəman qazilərimizdir. Bayrağı dalğalandıran, əsrlərlə həsrətdə olduğumuz torpaqlara bizləri qovuşduran, xalqımızı qovuşduran, yurdundan, yuvasından köçkün düşmüş köçkünləri doğma yurtlarına qaytaran Vüqar və Vüqar kimi oğullardır. Allah ailəsinə, sevənlərinə səbir versin, hamımıza səbir versin. Məkanları cənnət, ruhları şad olsun, sağ olsun dəyər verənləri, yaşadanları, bugün Vüqar işığına toplaşan, Vüqar ziyarətinə toplaşan cəmi iştirakçılardan Allah razı olsun. Sizlər də başda olmaqla görürsünüz. Çox sağ ol Səringül ana. Bir neçə günlərdir biz izləyirik Pəncəli şəhidimizə, qəhrəmanımıza milli qəhrəman adı verilir. Biz o gündən, yəni bilmirəm, mən sevincimdən ağladım. Həmin günə şükür eləmək nə dərəcədə doğru olur bilmirəm, amma mən həmin günə şükür elədim. Doğrudan da qəlbən sevindim. Bütün cəmi şəhidlərimizə şəxsən elə bildim Cavid üçün oldu. Valla illərdir, 9 ildir, Bəli. 10 ildir həsrətində oldu. Xalqımızın həsrətində olduğu bir arzu gerçəkləşdi. İnşallah bütün şəhidlərimizin layiq olduqları ad bərpa olunsun. Hər bir öz layiq olduğu ada çatsın inşallah. Amin. O addan biz inşallah Cavid üçün də istəyirik. İnşallah, inşallah. O günü səbirsizliklə gözləyirik. Mənim ən böyük arzularımdan biridir Səringül ana. Allah ürəkləri biləndir, Allah ürəkləri duyandır. İnşallah o addan biz sizin üçün də istəyirik. Yəni o necə deyim, ancaq bir təsəlli ola bilər. O nə qiymətli ev deyil, nə pul deyil, nə heç bir şey deyil. O ancaq bəli, onun haqqıdır. En azından bizlərin qəlbimiz təsəllidə tapır. Bir də özlərinin ruhları şad olmuş olur ki, Haqları itmir, bəli, əziyyət çəkir. Həyatını verdikləri bir ada layiq olurlar. İnşallah hər birimizin balası. Allah ürəklərimizə təskinlik versin, səbir dözüm versin. Buyur Güzel ana. Biz də bugün Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq hər birimiz, bütün şəhid valideynləri özümüzü Vüqar balamızın anasının, atasının yanında olmağı borc bildik. Onların dərdinə şərik olmağı özümüzə bir borc bilirik. Bəli, torpaqları alıb özləri qayıtmayan oğulların valideynləri, hər birinizə Allahdan can sağlığı diləyirəm. Hər birinizə Allahdan səbir diləyirəm. Bizlərin bu qrupu yaradan Elmar müəllimə, Gülnaz xanıma öz təşəkkürümü bildirirəm ki, bizləri bir araya cəmləşdirib, bizləri bir arada həmişə tək qalmırıq, bir-birimizin dərdinə şərik oluruq. Gülnaz xanım Elmar baladan başqa bizlərin içində vətənpərvar bir ağsaqqalımız var. Dəmir müəllim. Dəmir müəllim həmişə bizlərin yanında olur, bizlərin dərdinə şərik olur. Bizlərin evlatlarını çalışdığı qədər, bacardığı qədər yaşadır. Allah Dəmir müəllimə, Elmar müəllimə, Gülnaz xanıma can sağlığı versin. Bizim bu Tovuz Turan birliyimizi də Allah həmişə qorusun, həmişə birgə olaq. Allah sizlərə ömrü versin. Məkanları cənnət olsun şəhidlərimizin, Allah səbir versin şəhid ailələrine. Seyid əmə Allah səbir versin, məkanı cənnət olsun.
Yəqin ki, diqqət edirsiniz, mən dünən yazımda da qeyd elədim. Seyid ata hansı ocaqda, hansı qapıda olubsa, oradan hər zaman bir ev sahibi kimi çıxış eləyib. Gələninə, gedəninə necə işdən təşəkkürünü, minnətdarlığını bildirib, öz balası kimi, hansı ki bizlər də deyirik ki, hamısı bizimdir. Bəli, Seyid ata həmişə hamısı elə özününkü kimi, yəni elə çıxış eləyib, öz balası kimi hamısının tədbirində iştirak eləyib. Allah uzun ömür, can sağlığı versin ki, balalarının da üstündə möhkəm dayansın. Allah can sağlığı versin.